Bəzən olurdu məsələn, ailəmlə telefon danışıqları, ümumiyyətlə görüş, hər şeyin qarşısını alırdılar. Elə bir yerə atırdılar ki, elə bir karsera məsəl üçün verirdilər ki, heç bir şəraiti yoxdur. Cəzanı ləyaqətli şəkildə çəkə bilmirsən. İnsanı sanki təhqir eləməyə çalışırlar. Avqustun 4-də 3 illik cəzasını başa vuraraq azadlığa çıxan İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Elvin Mustafayev həbsdə olduğu müddətdə qeyri-insani rəftar, işgəncə və qanunsuzluqlarla üzləşdiyini deyir. Onun sözlərinə görə, həbsxanada üzləşdiyi fiziki və psixoloji təzyiqlər onu həyati addımlar atmağa sövq edib. Orada yəni verilən işgəncələr, baş verən qanunsuzluqlara görə, yəni mən dəfələrlə intihara cəhd eləmişəm və məni bir neçə dəfə olub ki, məhkumlar qurtarıblar. Bir neçə dəfə də həkimlərin müdaxiləsi ilə. İnsan psixologiyası elə bir həddə çatır ki, sən etirazını artıq yox, mənim canım fəda olsun, bəlkə bundan sonra bu məsələ işıqlanar və belə şeylər bir də başqaları yaşamaz düşüncəsi sən hakim olmağa başlayır. Elvin Mustafayev 2023-cü il avqustun 4-də saxlanılıb. 2024-cü il yanvarın 31-də isə 3 il müddətinə azadlıqdan məhrum edilib. Fəala əvvəlcə satış məqsədi ilə külli miqdarda narkotik vasitə daşıma ittihamı irəli sürülüb. Sonradan məhkəmə ittihamı dəyişərək onu satış məqsədi olmadan külli miqdarda narkotik vasitə saxlamaqda təqsirli bilib. Elvin deyir ki, həbsdə olduğu müddətdə penitensiar xidmətin müəssisələrində gördüyü problemlərə etiraz edib. Bu etirazlara görə isə dəfələrlə cərimə kamerasına salınıb və təhdidlərlə üzləşib. Cəza çəkmə müəssisələrinin rəhbərliyi mənim onlarla anlaşmamı istəyirdilər. Onlar pul təklif edirdilər, nə bilim vəsairə şeylər təklif edirdilər, imtiyazlar təklif edirdilər. Mən onları qəbul eləmirdim. Mənim istədiyim şeylər ümumi məhkumların həyat şəraitinin yaxşılaşdırılması idi. Həmçinin siyasi məhbuslara, başda Tofiq Yaqublu olmaqla bizim bir azadlıq tələbimiz oldu. Yəni Tofiq Yaqublunun azadlıq aksiyasına qoşuldum. Mənim başqa tələblərim də var idi. Şəxsim üçün, sağlamlığım üçün olan tələblərim var idi. Bununla bağlı mən etirazlarımı bildirdim. Ona görə dəfələrlə mən karsera salındım. Hətta çıxmağıma mənim bir aydan az vaxt qalmışdı. 29 iyun tarixində mənim yanıma prokuraturadan əməkdaşlar gəldi, prokurorluqdan. Onlar gəldilər məndən izahat aldılar ki, mənə verilən işgəncələrlə bağlı. Mən izahatı verdim. Səhərsi günü məni saldılar karsera. Bir oyun oynadılar cəzalandırmaq məqsədi ilə. Bir nəfər üzümə durdu. Yenidən məni saldılar karsera. Elvin Tofiq Yaqublunun səhhətində yaranan problemlərə görə etiraz etdikdə təzyiqə məruz qaldığını, ona yeni ittihamların veriləcəyi ilə bağlı təhdid olunduğunu da deyir. Ötən ilin mayında aclıq aksiyasına başladıqdan sonra 6 saylı cəza çəkmə müəssisəsinə köçürülən fəal bu müəssisədə də fiziki zorakılığa məruz qaldığını bildirir. Orada rəis var idi, rəisin müavini var idi, həmçinin rejim rəisi və əməliyyat rəisi, həmçinin digər zabitlər və nəzarətçilər var idi. Fikrət Qafarovdan başqa demək olar ki, orada hamı mənə əl qaldırmaq üçün sıraya düzülmüşdülər. Fikrət Qafarovla da bizim orada mübahisəmiz oldu. Onlar da bunu həzm edə bilmirdilər. Çünki bunlar istəyirlər ki, bunların dediyi hər şeyə sən göz yumasan, baş üstə, düzdür, doğrudur, razılaşasan. Fikrət Qafarovun qarşısında məni döydülər. Ondan sonra düşdülər aşağı 15-20 dəqiqədə aşağı döydülər. Aşağıda döydülər ki, sən 40 ildir dövlətə xidmət edən, nə bilim, filan kəsə cavab qaytarırsan. 20 günə yaxın mənim qulağımdan çirk gəldi. Hardasa bir həftə ərzində qan gəldi qulağımdan. Həbsxanalarda üzləşdiyi işgəncə və təzyiqlərlə bağlı dəfələrlə ombudsmana müraciət etdiyini deyən işçi hüquqları fəalının sözlərinə görə, qurum onun bütün şikayətlərini cavabsız qoyub. Biz bilsək ki, ombudsman adlı bir aparat yoxdur. Başqa işlərin arxasına düşərik, vaxtımızı başqa təşkilatlara ayırarıq. Amma biz ombudsmana vaxtımızı ayırırıq, enerjimizi sərf edirik, amma ortada heç bir nəticə olmur. Və bunlar da deyirlər ki, bizi kimə şikayət edirsiniz? Bizə mi şikayət edirsiniz? Penitensiar xidmətin müəssisələrindəki korrupsiya hallarından da bəhs edən Elvin bir müddət saxlanıldığı 17 saylı cəza çəkmə müəssisəsində məhkumların ağır şəraitdə yaşadığını xüsusilə vurğulayıb. Onun sözlərinə görə, müəssisədə məhkumların maddi vəziyyətinə görə fərqli rəftarla üzləşməsi halları da mövcuddur. Orada karantin deyilən bir yer var. Müəssisəyə daxil olanda 14 gün orada qalırsan. Rüşvət almaqdan ötürü insanların siqaret ehtiyacını kəsirlər. Rejim qaydalarını sərtləşdirirlər. Oturmaq olmaz, yatmaq olmaz, belə demək olmaz. Səhərdən axşama kimi ayaq üstə saxlayırlar. Keyfiyyətsiz, çox bərbad gündə qidalanma təqdim edirlər. Həmçinin orada varlı kasıb məsələləri var. Varlıları başqa yerlərə yerləşdirirlər. Orada məsələn Yasamal Barak deyilən bir yer var. Zənginləri ora yerləşdirirlər. İmkanlı şəxslərə, milyonçuları, kasıbları da korpuslara yerləşdirirlər. Təbii ki, ümumi yaşayış 200 nəfər, 80 nəfərlik, 60 nəfərlik yerdə 200 nəfər insan yaşayır. Elvin 2023-cü il avqustun 4-də saxlanılarkən ona qarşı irəli sürülən narkotik maddənin satışı ittihamını qəbul etmədiyini, buna görə də idarədə saatlarla işgəncəyə, fiziki zorakılığa məruz qaldığını deyir.
Qanunda narkotik vasitə aşkarlanmadığını bildirən fəal, narkomaniya ilə mübarizə aparan şəxsin eyni ittihamla həbs edilməsinin absurdluğunu vurğulayır. O deyir ki, cinayət işi üzrə həbsindən əvvəl də hökumətin siyasətini tənqid etdiyinə görə 2 dəfə inzibati qaydada həbs olunub. Gələcək fəaliyyəti ilə bağlı xəbərdarlıq alıb. Hökumətin siyasi kursunu sərt şəkildə tənqid elədiyim üçün 2020-ci ilin fevral ayının 26-sında 25 sutkalığına həbs olunmuşdum. Sadəcə bu məsələ işıqlanmamışdı, amma sənədlər məndə durur. Eyni maddələrlə, qondarma ittihamlarla 2023-cü ildə Saatlıdakı su haqq hesabları ilə bağlı da hökumətin apardığı siyasi kursu, saatlı hadisələrlə bağlı baş verən məsələdə mənim yenə də sərt mövqe ortaya qoydum. Bununla bağlı mənə 25 sutka həbs cəzası verdilər. Və mənə ondan sonra sərt şəkildə xəbərdar elədilər ki, bundan sonra hər hansı bir tutulma olarsa sənə artıq inzibati deyil, cinayət işi ilə həbs olunacaqsan. Yəni mən bu xəbərdarlıqları almışdım. Mustafayev həbsini İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasındakı fəaliyyəti və təşkilatın keçirdiyi etiraz aksiyaları ilə əlaqələndirir. O deyir ki, həbs ərəfəsində kuryerlərin əmək hüquqları ilə bağlı aksiyaların təşkilində iştirak edib. Biz aksiya təşkil elədik və həmin aksiyada yenə də mövqeyimizi ortaya qoyduq. Bu da olsun ki, hökumət dairələrinin xoşuna gəlmədi təbii ki. Elvin Mustafayevin cəzaçəkmə müəssisəsində işgəncəyə məruz qalması və ombudsmanın bununla bağlı hərəkətsizliyi barədə iddialarla əlaqədar hər iki quruma sorğu göndərsək də, material yayımlanana dək suallarımıza cavab verilməyib. İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyası 2022-ci ildə işçi hüquqlarının müdafiəsi məqsədi ilə yaradılıb. Təşkilatın bir neçə üzvü müxtəlif vaxtlarda cinayət məsuliyyətinə cəlb olunub. Hazırda təşkilatın sədri Afiyəddin Məmmədov və üzvü Möhiyyəddin Orucov həbsdədir. Digər üzv Ayxan İsrafilov da bugün, avqustun 11-də azadlığa çıxıb. Onlar müxtəlif ittihamlarla mühakimə olunsalar da özlərini təqsirli bilmirlər və cinayət işlərinin siyasi motivli olduğunu bildirirlər.